Əziz dostlar, hər vaxtınız xeyir olsun. Dostlar, gəlmişik bugün belə bir səfalı yerlərə gəlmişik. Hər kəs düşünür ki, mən getdiyim ərazilər, yəni mənim gördüyüm ərazilər böyük ərazilərdir, gedib gəzəcəm. Sözsüz ki, bir dənə detektorla və yaxud pointerlə gedib istədiyin bir ərazini gəzə bilmirsən. Biz də detektor aldığımız əlimizə gəldik gəzməyə. İndi nə axtaracaq burada, özümüz də bilmirik. Yer bəlli olmayandan sonra bilmirsən də, yəni gərək bir nəfər deyək ki, get oranı axtar, buranı axtar. Yəni o da bizdə yoxdur. Hal-hazırda əlimizdə nədir? Detektordur. Qıraqdan da qalıb fikir verirlər, sözsüz ki. Baxın dostlar, bizim öz istehsalımız olan, Azərbaycan istehsalı olan Araz detektorun fərqli modelləri var. Golden Snake də əlimdə hal-hazırda, AD002-dir, 3-dür və Golden Snake Pro modelləridir. Baxın, indi mən bu ərazini, gördüyünüz bu ərazini qısa bir ərazi deyil, yəni iri bir ərazidə. Buranı gəzmək üçün ən aşağısı qarış-qarış yarım saat gəzməliyəm. Yarım saatımı sadəcə 2 dəqiqəyə çevirəcəm. Fikir verin, detektoru əlimdə tutmuşam. Detektor işlək haldadır, yəni normalda işləyir. Buna heç bir şatçılığı yoxdur. Hər kəsin əl tutuşuğu fərqlidir. İndi bu formada biz tutacaq, gedəcək. Və getdiyimiz ərazini, yəni olduğu kimi heç nə düşünmədən, heç yerə baxmadan öz yolumuza baxırıq, gedirik. Yəni burada bizə dönüş vermədi. Tamam. Biz buradan 2 addım bu tərəfə də götürəcəm. 2 addım bu tərəfdə yenə də gedəcəm. Görək burada bir dönüş verəcək, yoxsa verməyəcək. Əslində mən sizə maraqlıdır. Bu boyda bir ərazidə nətər olsun ki, alan tarama işləməsin. Gəl dostlar, biri oradan çıxıb deyəcək ki, hə, yəni sən alan taraman işləmir və yaxud ola bilsin ki, var. Sən onu göstərirsən ki, alan tarama dönmədi, deməli heç nə yoxdur. Detektor işləyir dostlar, işləyir. Həssaslığı da əlimizdə olan noktanın Skor 2 modelidir. Həssaslığın 8 səviyyəsində saxlayacağım və qara metalları burada bağlayacağım. Gəzirəm. Yəni fikir verin dostlar. Səsi yəqin ki, eşidəcəksiniz. Əgər səs gələrsə, normal şəkildə torpağa paralel olaraq gəzdiririk və gəzirik. Bu da nəticə dostlar. Əgər həqiqətən də alan tarama dönsəydi burada, bu ərazidə, biz həmən yerdə bir metalı çıxardıb sizə göstərərdik. İndi biz ayrı bir ərazidə keçəcəyik. Bu da ki, növbəti videoda olacaq. Hal-hazırda nə çıxacaqsa, onu da sizə göstərəcək. Gördüyünüz kimi səs yoxdur, biz də qazmadıq. Bəzi insanlar çıxıb deyəcək ki, özün əlinlə bastırırsan, gedib çıxardırsan. Hanı bə? Yoxdur. Deməli, bastırmamışam, heç nə yoxdur. Bastırsaydım da, yəni yeni bastırılan şeylərdən söhbət getmir dostlar. Bu günləri əgər gedib bir qızılı bastır, həmin dəqiqədə get onu yoxla, yox, o real deyil. Əgər elə olsaydı, cəmaət gedib evlərdə oğurluq eləyərdilər, evlərdə qızılı axtarardılar, tapardılar. Yəni, onsun deyil də. Sahə içində. Sahədə uzun illər qalmış metalın yaratdığı oksiddir. Yəni, fərq eləməz. Qızıl da ola bilər, gümüş də ola bilər, mis də ola bilər, mismar da ola bilər dostlar. Əgər alan tarama dönürsə, həmən yerdə mütləq və mütləq noktanın cihazları ilə yoxlayacaqsınız dostlar. Bəli, bu sırf nokta ilə əlaqədar dostlar. Noktanın cihazları çox gözəl işləyir. Əlimizdə hal-hazırda Skor 2 modelidir və Impact modelidir. Impact modelini də işlətmədik. Səs gəlməyən yerdə, yəni heç bir şey çıxmadı dostlar. Belə. Sağ olun, sağlıqla qalın.